Hər vaxtınız xeyir olsun. Kanalımın dəyərli, gözəl, göyçək xanımları, Arzunun mətbəxinə uzun sürən vaxtdan sonra yenidən xoş gəldiniz. Hər birinizi ayrı-ayrılıqda salamlayıram, nətərsiz deyirəm. Mənim etibarlı, gözəl izləyicilərim. Mən 4 aya yaxındır videolar çəkib paylaşmıram. Bunun da səbəbi mənim səhhətimlə əlaqəli oldu. Səhhətimdə ciddi problem yaşadım. Allahımıza şükürlər olsun ki, indi toparlanmışam. Özümü normal hiss edirəm. Bu bayram ərəfəsində özümə borc bildim ki, mənim kanalımın gözəl xanımların mən bayram ərəfəsində təbrik eləməliyəm. Ən azından yemək videosu çəkməsəm də belə, mən sizin bayramınızı təbrik eləməliyəm. Gözəl xanımlar, qarşıdan gözəl bayramlarımız gəlir, milli bayramlarımız. Ramazan bayramımız, Novruz bayramımız, hamınızın qarşıdan gələn bayramlarınızı canı dildən təbrik edirəm. Hamınıza ayrı-ayrılıqda can sağlığı arzulayıram. Bu həyatda ən gözəl bir his can sağlığıdır. Onu Allah Taala heç birimizdən əsirgəməsin. İçim ən qarışıq. Bayramlarınız mübarək olsun. Süfrəniz ruzulu, bərəkətli, bol olsun. Ailənizlə, balalarınızla, nəvələrinizlə gözəl-gözəl bu bayramları qeyd eləyəsiniz. Əsası canınız salamat olsun. İçi mənim ailəm, mən özüm qarışıq inşallah. Hamınızı öpürəm, bağrıma basıram. Allah imkan verərsə, izin verərsə, videolarımdan çəkərəm, paylaşaram. İnşallah. Çox sağ olun ki, məni unutmamısınız. Yazırdınız mənim üçün, rəylər bildirirdiniz, mən nasaz olan vaxtım. Şəxsimə də yazırdınız, çox sağ olun. Mənə yenə o halımda motivasiyalar verdiniz. Çox sevinirdim, şad olurdum ki, mənim izləyicilərim, gözəl xanımlar demək məni gözləyirlər, məni unutmayıblar. Buna görə də sizin hamınıza ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Allah hamınızı var eləsin. Hər birinizdən Allah razı olsun. Can sağlığı versin. İçim ən qarışıq. Heç birimizi Allah Taala xəstəliklə imtihana çəkməsin. Amin ya Rəbbim. İnşallah, yenə deyirəm, Allah izin verərsə, mən sizlə yenə görüşərəm, videolarımla paylaşaram, sevindirərəm sizi. Yaxşı olar inşallah. Əsası odur ki, sağlıq olsun. Ən önəmlisi can sağlığıdır bu həyatda. Onu hamınıza arzulayıram, özümə də. Öpürəm sizi mənim dəyərli, gözəl, göyçək xanımlarım, bacılarım. Allah sizləri var eləsin. Hamınızın bayramınız, yenidən deyirəm, mübarək olsun. Xeyirli, uğurlu gəlsin, ya Rəbbim. İçi biz qarışıq. Salamat qalın, öpürəm sizi.